Hoş geldin evimize Ramazan. Hoş geldin gönlümüze Ramazan. Ramazan, Ramazan. Gelişiyle güldüren, kalbe huzur dolduran, kalpleri hislendiren Ramazan geldi Ramazan. Değerli cemaatimiz, aynı zamanda bugün Rusya'da olan kardeşlerimiz de bu merasimimizi, meclisimizi, iftar süremizi izleyirler. Sizleri bizleri canlı olarak görürler. Aynı zamanda YouTube kanalında canlı izlenilmektedir bu tedbirimiz. Ramazan, seherde kalkın insanlar, hatim edin Kur'anlar, eyvah desin şeytanlar. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. Gaflet ayı değil bu, nefret ayı değil bu, rahmet ayı demek bu. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. Yaşasın xalqımızın birliği, yaşasın bu işe səbəb duran, bu işdə təşkilatçılıq edən Elçin və onun komandası. Zaman gələcək, bu məscid Elçinin və onun komandasının adı ilə adlanacaq. Allah yolunda bu tikilən Allah evimiz xeyirli, uğurlu olsun. Sağ olun. Mübarek olsun Ramazan size, mübarek olsun Ramazan bize, bayram olsun tüm herkese. Ramazan geldi Ramazan. Uyanma vaktidir o, müminin ahdidir o, İslam'ın fethidir o. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. Bu məbədi bizə təhvil verən, hazırlayır, ərsəyə gətirən bütün kənd təəssübkeşlərinə sağ olun. Heç kəs inana bilməz ki, Dəhinə kəndində bu tərzdə, bu genişlikdə, bu hörmətdə belə bir məclis alınsın, belə bir bina tikilsin. Şükürlər olsun ya Rəbbimə. Birinci başta olan, maskada olan uşaqların hamısının təbrik edim, mübarək olsun Ramazan ayı. Onlar da inşallah oruç tutsunlar, güzel davam bəsli olsunlar. Elçin müəllimə də, Elçin əfəndimizə də salam deyirik, hər birinin adından, məscid əhlindən, uşaqların hamısının adından. Davam deyin, belə gözəl. Sizlərlə fəxr deyirik, Allah razı olsun hər birinizdən. Bizim sözümüz bu qədər. Hamımızı təşəkkürlüyük sizə. İcabet edin davete, vesile olur rahmete, erişirsin selamete. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. Mübarek olsun Ramazan size, mübarek olsun Ramazan bize, bayram olsun tüm herkese. Ramazan geldi Ramazan. kulun diyen Rahmandır, vaat edilen Reyyandır. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. O cümleden de bizleri Moskvadan da izleyirler. Allah onları var eylesin. Allah onların kəsbinə bereket versin. Birinizi, beraberinizi daha da feyizli, bereketli eylesin. Ramazan ayı çok müjdeli ay. Çok bereketli ay. Allah verdiği bütün müjdelere, verdiği bütün bereketlere, elimiz için, vətənimiz için, toplum için, ailemiz için, xəstələr için, borçlu kullar için Rabbim bütün o güzel nimetleriyle yüzümüze bolluk, bereketlik getirsin. Allah sizi var eder. Burada da azdan çoğa kadar kimin emeği varsa Allah onları da var eylesin. Allah emeklerine bereket nasip etsin. Bu kende yaraşır. Bu kend için yaraşır. Çünkü bu meçit, biz küçük gördüğümüz meçitin tikenlerin duaları var. Büyük alimler olmuş buradan kardeşler, sevgili dostlar. Ve bugün de bu işin de təşkilatları onların davamçılarıdır. Hər birinizi Allah var eləsin, xeyir, bərəkət aparın, sevmişli olun,
bol bərəkətli olun. Allah sizi var. Sağ olun, çox sağ olun. Merhaba ey şehri Ramazan, merhaba. Mübarek olsun Ramazan size, mübarek olsun Ramazan bize. Bayram olsun tüm herkese. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. Malıyla, mülküyle bu işe güzel destek olan kardeşlerden Allah razı olsun. Bu işin ərsəyə gəlməsində əməyi keçən herkesten Allah razı olsun. İnşallah gəlin sonda bir duamızla məclisimizi tamamlayaq. Allah hər birinizi var eləsin. Mübarek olsun Ramazan size, mübarek olsun Ramazan bize. Bayram olsun tüm herkese. Ramazan geldi Ramazan, Ramazan geldi Ramazan. Bugün biz bayram günü Şəhidlər Xiyabanına gəlmişik. Belə əziz gündə kimsənin tərifinə ehtiyac yoxdur. Amma buranı düzüb qoşan uşaqlar ki var, Elçin başda olmaqla, onlara minnətdarlıq edirik. Allah canlarını sağ eləsin. Belə əziz gündə şəhidlərimizin ruhu şad olsun. Onların qəbri nurla olsun, cənnətlik olsun. Amin. Nə deyim? Bundan artıq nə demək olar? Bayramlar mübarək olsun, ruhi bayramlar mübarək olsun. Mən nə deyə bilərdim? Bütün müsəlman dünyasında ən böyük bayram olan Ramazan bayramında bütün kənd əhalisi axışıb bizim şərəf tarixi yazan şəhidlərimizin qəbrini ziyarət eləyir. Mən Adil müəllim deyən söhbətləri təkrar eləmək istəmirəm. Həqiqətən bizim üçün fəxrdir ki, şəhidlərimizin, müqəddəs şəhidlərimizin də ruhu şaddır ki, onlara belə qayğı oldu. Kənd yerində yaşamağına baxmayaraq bu şərait yarandı. Onlar üçün anıldı. Bütün gənc nəsillərə təbliğ olundu. Buna görə də bütün müsəlman dünyasını mübarək Ramazan bayramı münasibəti ilə təbrik edirik. Bu müqəddəs gündə əslində birlik, vəhdət bayramı sayılır. Küsürlərin barış bayramı sayılır. Saf, təmiz insanlara bu birliyi davam etdirməyə arzulayıram və kəndimiz necə ki son illər böyük tarix yazıb, bu tarixi uğurların davam etməsini arzulayıram. Mən də elə deyilənlərə qoşuluram. Hamınız bayramı təbrik edirəm. Allah dualarınızı qəbul etsin. Allah hər kəsin üstünə rəhmət eləsin, qanına can sağlığı versin. Həqiqətən də şəhidlərimizin bugün belə yəni təmizliyi, baxıram təmiz saxlayırlar. Huzur olmalı bizim bu kəndin Moskvada yaşayan, Rusiyada yaşayan insanların zəhməti, əziyyəti səbəblə olur. Bu həqiqətən də qürur verici bir işdir. Nəinki bu şəhidlər, bizim kənddə məscidimiz, başqa yerlər, məsələn gördüyümüz işlər hamısı cəmaatın əziyyəti ilə, cəmaatın yəni əziyyət deyəndə biz bu biraz bir söz çıxır ki, əziyyət nə əziyyətdir? O həqiqətən əziyyətdir o. Tam saat səhər yuxudan durmaq, ki, burada riskin altında başqa bir dövlətdə başdan hər şeyəs bilmirsən, amma o qazandığın pulu bax belə yerlərə xərcləyəndə və görürsən ki, bunun nəticəsi də var. Ona görə də o kənarda olanlara, burada olub əziyyət çəkən qardaşlara, bu işdə əziyyət olan bütün qardaşlara öz minnətdarlığımı bildirirəm. Allah onları var eləsin. Onlar həmişə var olduqca belə yaşayasıdır. Bu kənddə insanlar həqiqətən onlarla qürur duyurlar və onların işləri arzularım ki, həmişə abad olsun. Allah onları qorusun. Bu bayramlarda mübarək olsun. Gözəl Ramazan bayramı. Ən böyük savabdır, həqiqətən şəhidlərimizə olan sayğıdır. Sonra Azərbaycanda analoqu olmayan məscidin inşa edilməsidir, yenidən təmir olunub. Respublikada mən elə bir kənd, bəlkə də Bakının özündə 2-3 dənə elə məscid yoxdur ki, müqayisə olunması. Yəni dini inanclı insanlara
əsrlərlə qalacaq bir məscid inşa olundu. Mən də eyni sözləri təkrar etmək istəmirəm Elçin qardaşımızla da. Onlar ən böyük savab işlər görüblər. Bu savab iş onların ailələrinə də Allah Taala'dan nazım oldu Amin. ki, xeyirli uğurlar gətirsin. Hər birini canı sağ olsun. Amin. Birliyimizin nəticəsidir. Bəli. Allah nə qədər birliyimiz yaxşı olsa, Amin. sıx olsa, insan uzun ömürlü olsa, mən birlikdən bu kənd faydalanmasıdır. Və bununla biz fəxrlənməliyik. Bu da bir keçid dövrüdür, bu da bizim bir yaşayış dövrümüzdür. Bu da nə vaxtsa deyiləsidir, anlasıdır ki, belə bir dövrdə belə bir insanlar yaşayır. O insanların gördüyü iş kənd üçün, elə bu üçün göz qabağında var. Sağ olsunlar, var olsunlar. Amin. Belə çəkər. Xəyanət çəkir. Axırda edərik. Bismillahirrahmanirrahim. Güzel insan başlayan memnunum. İzmir'le. Geldiğim var. Güzel insan, yaxşı pedagog olur. Allah rahmet eylesin. Gelen Mehmet Allah rahmet eylesin. Yani saklıydı. Allah rahmet eylesin. Bayramdan mübarək olsun, ruhu şad olsun. Geray Pəhləvan həm bizim qonşu olur, həm kənd üçün, həm rayon üçün, həm respublika üçün fəxr eləməsi bir pəhləvan olur, şöhrətli bir pəhləvan olur. Bunu Geray Pəhləvanı tanımayan Azərbaycanda inanmıram kimsə olar. Qardaşları da yolunu davam elətdirdilər. Ruhun şad olsun Geray bəy. Allah rəhmət etsin, doğru. Bunlar da kəndin tanınmış oğlanları idi. Qəzada həlak oldular eyni gündə. Ruhları şad olsun. Amin. İnsan müəllim Allah rəhmət etsin. İnsan mənim haqqımda bir iş yaparmışdır biz. Ruhu şad olsun. Amin. Gözəl insan idi. Allah rəhmət etsin. Yox oldu. Selamun aleyküm. Aleyküm selam. Bayramımız var. Bayramımız var. Allah ölenlerinize rahmet versin. Yerde kalanlarınıza sağlık ve sağlık. Bayramınız mübarek olsun. Rahmete girenlerimize Allah rahmet eylesin. Amin. Kalan babalarımıza Allah Amin. 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 Sağ olun. Allah ömür versin. Allah size can sağlığı versin. Allah amca doktora da rəhmət versin. Amin. Kendini fəxriydi. Öyle. Güzel insan. Hem güzel insanıydı, hem güzel hekimiydi. Aynen. Allah rəhmət versin Qurban müəllimə. Allah rahmet eylesin. Bir ömür boyu ilə o kişi ilə mən məktəb direktoru və müavin işləmişik. Çox gözəl, səliqəli, aristokratik insan idi. Ruhu şad olsun. Amin. Kəndin təhqiq ziyalılarından idi. Bəli. Allah Müəllim, rahmet olsun. Qurban müəllim tək-tük insanlardandır ki, kasıb ailədən çıxıb, öz qabiliyyəti, bacarığı, xarakteri hesabına gəlib məktəb direktoru, böyük bir kəndin rəhbəri vəzifəsinə çıxmışdı. Ruhun şad olsun Qurban müəllim. Vallahi Allah bütün keçenlerinize rahmet versin. Rahmetliyle deyərdi ki, Qurban müəllimdən qədimi qonşu otlardı ola bir yerdə. Deyərdi Qurban müəllim çox xeyirxah insandır, çox gözəl insandır. Yəni insana yarayan adamdır. Və Qurban müəllimin mənə bir köməkliyi, böyük bir köməkliyi oldu. O köməkliyi mən heç vaxt unutmaram və mənə çox dəyər oldu Qurban müəllim. Allah ona qənə rəhmət etsin. Bir də sonunda icazə versəniz Qurban müəllimə bir Fatihə surəsi oxuyardım. İcazə versəniz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. İhdinas sıratal müstakîm.
Sıratellezine en'amte aleyhim ve gayri mağzub aleyhim veleddâlin. Allah rahmet eylesin. Allah hoşuna olsun. Allah rahmet eylesin. Allah rahmet eylesin. Alim ben de zamanında rahmeti geçmişlere hizmetleyen insanlardan biri oldu. Hem müəllim kim çalışıbdı. Son zamanlarda Allah kelamları okuydu Arif müəllim. Allah ona qəni rahmet eylesin. Behişli olsun. Günahlara əff məğfirət olsun. Əcr və savabı olsun. Ya Rabbi. Allah rahmet eylesin. Allah rahmet eylesin. Tahir müəllim. Allah rahmet eylesin. Allah rahmet eylesin. Amin. Lasın kardeş Allah rahmet eylesin. Amin. Allah rahmet eylesin. Lasın kardeşimiz da el sənətkarı oldu. Bu nesillerin bu toy meclislerinde iştirak edildiği zahmet oldu. Allah rahmet eylesin. Kabri nurla olsun. Behişli cenneti olsun. Allah rahmet eylesin Laçın. Təkcə Azərbaycanda yox, Kreml sarayında bütün geçmiş Sovet İttifaqına zurna sənəti sevdirən, tanıdan mərhum Əbdullah dayının nəvəsidir. Allah rəhmət eləsin hər birisini. Allah rahmet eylesin. Bu Salih müəllim. Allah rahmet eylesin Salih müəllime. Nargilə xala. Bəli. Nargilə xalaya Allah rahmet eylesin. Bəli. Ziyalı bir ailə. Qəni rəhmət eylesin hər ikisinə. Fəxri kişilərlə uzun müddət əmək edən mən, yaxınlar, xanımlar, öyle ton çörək yemişik. Düzgün adam idi, düz adam idi. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Qurban mənim gözəl mənim. Qaranğı var yox. Amin. Valla. Allah rahmet eylesin şu valla. Mən mənlə uzun müddət direktor, mavin kimi işləyirdi. Bəli. Ciddi adam idi. Bəli. Özünə layiq hörməti var idi. Bəli. Amma ölüm vaxtsız onu qarşıladı. Allah rahmet eylesin. Allah rəhmət eləsin. Allah rahmet eylesin. Behişli olsun. Yeri cənnət Günahlara əff məğfirət olsun ya Rabbi. Amin. Əmələrindən olmuşdur. Allah rəhmət eləsin. Allah Allah rahmet rəhmət eylesin. eylesin. Gözəl mənim. Nur kündəsi. Nur. Bəli. Bir hamısını gəlmiş. Görüşəcək. Allah rəhmət eləsin. Ay Tahir. Sən də salih seçilən həkimlərdən, həm də gözəl insanlardan biriydin. Bəli. Allah qəni rəhmət eylesin. Amin. Allah rəhmət. Allah günahlarına əff məğfirət eylesin. Ay Əfət müəllim, Allah rəhmət eləsin. Yoldaş Səbri xanım da oradadır. Mən ana onlarındandır, xalalı deyildik. Nəslin ağsaqqalı idi. Şeiriyyət adamı idi. Bütün o imkansız müəllimlərə əl tutardı. Elə bir ki, məktəbin gözü idi. Bir neçə ağsaqqal, dürüst bir kişi hamısının o sahələrə elə bir ki, salonu idi. Mənim də müəllimim olub. Yorulmazdın dərs vaxtı. Dərs bir kere uşaqları yeri gələndə güldürürdü, yeri gələndə ciddiliyib. Bütün səmimiyyəti ilə yəni yadda qalan insanlardan da Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Az yaşadı. Allah. Ay Tono, Allah rəhmət eləsin. Amin. Onu, ay vacib. Bəli. Onu həm gözəl insan idi. Bəli. Qəşəng Bəli. adam idi. Bəli. Böyük də şəxsiyyət idi. Bəli. Uzun Allah rəhmət müddətdə eylesin. Balakən aeroportunun müdiri işləmişdi. Bəli. Özdə onu da deyim ki, Tonu ilk dəfə Heydər Əliyevlə görüşüb ondan mükafat alan adamdır bizim dəhnədə. Bu fakt. Eyni zamanda zonada bu kişinin çox böyük hörməti var. Hər hansı bir problem, üzü Gürcistan sərhədindən düşür. Bəli. Hamısını həll eləyir bir telefon zənginə. Nəsilləri də böyükdür, nəslinin gözü Allah idi. qəni rəhmət Allah rəhmət eylesin. eləsin. Behişli olsun, cennetli olsun, günahlara əff məğfirət olsun ya Rabbim, ya Resulallah. Cavan rəhmət. Ha, cavan rəhmət eylesin. Bizim də qohumu idi, baxmayaraq ki qohumu idi. Məhiyyətin elə bir rəhmətli insan idi ki, bütün insanlar ona yaxını, əzzi kimi baxırdı. Allah rəhmət eləsin. Amin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim.
Sıratellezine en'amte aleyhim ve gayri mağzub aleyhim veleddâlin amin. Allah rahmet eylesin. Şair Keremler. Kerem mənim haqqında söz demək çox çətindir. Hem şair, hem müəllim, hem ziyalı. Bəli, bəli. Allah Ne rahmet diyeyim? eylesin Kerem müəllimə. Çok söz diye bilərik. Şeirlər toplusu olan kitabları var idi. Bəli. Ən gözəl də şeiri adama lazım canın sağlığı. Bəli. Mələkələrdə çox uzaq yerlərdə Bəli. görmüşəm, onun sinə dəfn Kerem müəllim deyirdi ki, yaxşılıqla pislik qalar dünyada. Yaxşıları görüm satsın burada. El açmamaq üçün, Sağ ol. qohuma ya da insana lazımdır canın sağlığı. Həqiqətən də düzdür Sağ ol. Kerem müəllim. Allah Allah Kerem Allah müəllimə rahmet rəhmət eylesin. Allah rəhmət etsin. Allah rəhmət eylesin. Qəbrin nurla doldu. Bəli. Bu da onun yoldaşı Dilbər xan. Allah rəhmət eylesin Mikail Ağaya. Mikail Ağaya köhnə aşıq sənəsini yaşanan insanlardan oldu. Həm də gözəl söz ustadı oldu. Bir sıra şeirlərin müəllifi oldu. Allah ona qəni-qəni rəhmət eylesin. Günahlarını məğfirət eləsin, əcr və savabını artırsın. Buyurun. Şeiriyyat sahəsindəki qabiliyyətini də oğlu davam elətdirir. Bəli, Davamlı bəli. olsun. Köhnə ağsaqqal kişilərdən biri idi. Böyük hörmət sahibi idi, ağsaqqal idi. Sözünün qabağına kimsə söz qoya bilməzdi. Amma hal-hazırda ailəsi də, evlatları da çox gözəl hörmətə malikdir. Bu kişi Allah rəhmət etsin. Yoldaşı deyəsən. Yine xanım da onun yoldaşıdır. Ona da Allah rəhmət etsin. Amil müəllim də kəndin tanınmış, seçilən ziyalılarından olub, uzun müddət müəllim işləyib. Tanınıb öz ailəsinin səmimiyyəti ilə, münasibəti ilə kənd insanlarına. Allah rəhmət eləsin Amil müəllim. Ruhun şad olsun. Şamil müəllim də kəndin salib seçilən ziyalılarından olub. Dil ədəbiyyat müəllimi olub. Hətta müəllim kimi, alim kimi tanınıb. Kamil müəllimin yetişdirdiyi övladlar da Azərbaycan üçün hər birisi tanınmış şəxsiyyətlər olub. Hər birimizin tanıdığı Aytəkin Alqaslı, Oktay, Yaşar öz sahələri üzrə bütün respublikada tanınmış insanlardır. Ruhun şad olsun Kamil müəllim. Amin. Allah rəhmət. Allah Allah rəhmət etsin. Allah rəhmət etsin. Allah rəhmət etsin. Allah rəhmət etsin. Amin. Uzun müddət Xəstəxana müdürü, insanların hamısına xidmət edən sadə insan olub, gözəl insan olub. Allah rəhmət eləsin. Elə ki, oğlu ikisi də həkim idi, Azər doktor, Mövlam doktor. Allah onlara da qəni-qəni rəhmət etsin. Görün. Murat Məhəmməd Allah rəhmət etsin. Allah rəhmət etsin. Qonşu idi, mərhəmətli insan idi. Böyük hörməti var idi. Bəli. Hal-hazırda uşaqların da böyük hörməti var. Bəli, gözəl ağsaqqal idi. Bu da Allah rəhmət eləsin. Allah rəhmət etsin. Allah rəhmət etsin. Həm Murat bəyin qonşusu gözəl insan idi, həm gözəl ağsaqqal idi. Həm də ki, insanlara, nə bilim mən tanıdıqlarına, kəndə yol göstərən bir insan idi. Gözəl pedaqoq idi. Gözəl müəllim idi, bəli, gözəl pedaqoq idi. Mərd insanlardan biri idi. Allah qəni-qəni rəhmət etsin Murat bəyin. Allah rəhmət etsin. Burada uyuyanların hamısına Allah rəhmət etsin. Qəbirlərin nurunda olsun, behişti olsun. Dəyərli izləyicilər, hörmətli müsəlman aləmi, dünya Azərbaycanlıları, hər birinizi mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Ramazan bayramı yeganə bir bayramdır ki, istər Sovetlər dövründə, istərsə də indiki dövrlərdə, bütün dövrlərdə heç vaxt unudulmur. Kəndimizin özündə, digər bölgələrdə, hətta ayrı MDB ölkələrində yaşayan insanlar da həmən anı, həmən günləri gözləyir ki, gəlib öz əzizlərinə qəbristanlıqda dua versin, Quran oxutdursun, yad eləsin. Biz hər birimiz fəxr edirik ki, bizim kəndimiz bu müqəddəs bayramı böyük ruh yüksəkliyi ilə, coşqu ilə qeyd eləyir, anır.
Kendimizin oğlanlarını da Allah canını sağ eləsin ki, bu müqəddəs bayrama, bütün Müslüman dünyasına mən deyərdim ki, böyük töhfə olaraq geniş bir analogu olmayan məscidi inşa elədilər. Bütün gün, hər gün orada sağ olsunlar, müxtəlif adamlar iftar süfrələri açdılar, qonaqlar oldu. Son gündə də burada bütün kəndin əhalisi yığışır, gəlir. Burada çay süfrəsi açırlar. Nüsrət qardaşımız da illərlədir ki, bu bizim bu torpağımızda uyuyan ölülərimiz üçün əlindən gələn işləri görür. Onun davamçıları, öz oğlu, övladı, ailəsi davam elətdirir. Mən əlimdə burada bizim həm müəllim kimi, həm bizim tanınmış ahudlarımızdan biri kimi burada oturur, müşahidə edib. Əlim, qısa bir neçə kəlmə ilə nə deyə bilərsiniz bu bayram haqqında? Mukaddes bayramdır. İslam dünyasının mukaddes bayramıdır. Bir de qeyd edilir. Kim ki oruç tut, Allah uzun kabul etsin. Oruç tutma, namaz kılmak mühim şartlardan biridir. Hele günlerde de gelip rahmetle yapılıyorduk. Kurharına zorla okuyoruz. Allah'ım size rahmet eylesin. Allah kendinin olanlarının, işgüzar olanlarının, kendi hayrine işler gören olanların canını sağ eylesin. Allah bütün balaları korusun. Böyle. Allah dünyamızı selamet eylesin. Allah işlerini tamam eylesin. Amin. Çok sağ olun. Bilmək istəyərdim ki, bu müqəddəs torpaqda uyuyan əzizlərimizin üçün bizim dəyərli oğlanlarımız, söhbət ondan getmir ki, kimlərinsə adını çəkəsiniz. Elə adamlar var ki, öz adının hallandırılmasını istəmir, başa düşüləndir. Amma hər halda o qəbristanlığa çəkilən o raşotqalardır, görülən işlərdir, əkilən ağaçlardır, hər birisi şərtdir. Qardaş, biz tariximizi yaşatmaq üçün dəhnə tarixinə tövbələr verən insanları tanımalıyıq. Gələcək nəsil bilməlidir ki, bu kəndin, bu övladları bizim dini inançlarımıza hörmət bəsləyiblər, tariximizi yaşadıblar, bu müsbət işləri görüblər və bunlardan gələcək nəsil nəticə çıxartmalıdır. Dediyiniz sözlər çox xoş sözlərdir. Həqiqətən də kəndimizdə çox işlər görüldü, sağ olsunlar. Ola bilsin bu günlərin burada başqa iştirak eləmək istəyən balalarımız, qohumlarımız, əzizlərimiz var, kənardadır, çörək dalındadır. Bəli. Allah onların da canını sağ eləsin. Bacardığımızın gücümüz çatandan ölülərinə dua da veririk. Bacardığımızı deyirik, Allah onların da canını sağ eləsin, sağ salamat qaydanda onlar da ziyarətə davam eləyə bilsinlər. Amin. Sağ olun, var olun. Məlumdur ki, bu Ramazan bayramı əslində dünyasını dəyişmiş, dünyadan keçmiş vətəndaşların ruhlarının bayramıdır. Həmin günü biz də qeyd edirik, müsəlman aləmi qeyd edirik. Belə əziz gündə gəlib, nəinki öz yaxın qovm əqrabanı, dünyasını dəyişənləri yad etmək, eyni zamanda şəhidləri, kimsəsizlərin ailələrini, qovm əqrabanı yad eləmək də bu bayramın ən savab şərtindən biridir. Belə əziz gündə onlara rəhmət diləyirəm. Yeri cənnətli olsun, ruhları şad olsun. Bayramımız mübarək olsun. Sağ olun. Bayramımız mübarək olsun, Ramazan bayramı. Hamısına Allah rəhmət etsin ölülərin. Bütün ölülərə. Sağ olun. Mən üzr istəyirəm, bir əlavə eləyəcəm. Elə. Bax var idi, biz qəbristanlığa gələndə bir ağac tapırdıq onun arxasına gizlənməyə. Sağ olsun, ənənəsini qoyanı da, bu günləri davam elətdirənlərin də. İndi qəbristanlığımız meşə zolağına oxşuyur, maşallah. Sağ olsunlar, xətirləri əziz olsun. Ölülərimizin də yerləri cənnət olsun. Sağ olun, var olun. Həmçinin yeganə bayramdır ki, bu bayramda bütün müsəlmanlar, bütün insanlar çalışırlar ki, hətta aralarında ciddi konflikt olan insanlar da çalışırlar ki, barışsınlar. İstər ailədə, istər cəmiyyətdə, hamı barışa can atır, birliyə, vəhdətə. Bir daha qeyd edirəm ki, son illər dəhdənin birliyi, vəhdəti heç bir Azərbaycanın kəndində yoxdur. Bu birlik, vəhdət istər bizim təhsil ocaqlarına olan
köməkdən geçsin, istər bizim bu müqəddəs sözlərimizin uyduğu qəbristanlığa geçsin, digər sahələrə, şəhidlər, xiyabanı, hamısını sadalamaqla qutarmaz. Bu birlik, vəhdət, həm də barış, gözəl bir analog olmayan bir bayramdır. Bu bayramı da istənilən müsəlman özünün ən yüksək səviyyədə qəbul edib, bayram kimi qəbul edir və bütün dünya müsəlmanlarını bir daha bu bayram münasibəti ilə təbrik edirik və Ramazan üçün müqəddəs işlər görən, xeyirli işlər görən, xeyirxah əməlləri sahibi olan hər kəsə təşəkkür edirik. Amin. Sağ olun, başla. Təbrikanlı əhlü ruhu üçün Fatih. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Şümmetin iyiyim. Yani İtiraz sarkar müstekim. İtiraz emmedin entelehim. Gayrı mağdali. Ben zalim. Allah rahmet eylesin. Amin. Amin.